Və bundan sonra magnetic force-u seçib ona x olacaq, onu stringi gətiririk. Bundan sonra basic-dən show ikonu seçib buradakı ürəyi x-a çeviririk. Bundan sonra servo write pin-dən P0 olacaq, bunu P2-yə çeviririk. Buradakı sıfıra dəyirik. Forever bölməsində logic bölməsindən if-i götürürük. Ona absolute of qabağına magnetic force-dakı stringi yapışdırırıq və ona math-də olan bunu bura qoyuruq. Sonra bizim yazdığımız bazelini bura yapışdırırıq və yenə math-də olan böyütməni qoyuruq bura və buradan 0 yazırıq, 100 yazırıq. Və bir dəfə də burada basic-dən götürdüyümüz show ikonu götürürük. Burada ürəyin yerinə tik işarəsini yazırıq. Yenə həmin servo write pin-i kopyalayırıq. Sadəcə bura 90 yazırıq. Pause əməsi basic-dən götürürük, 5000 yazırıq. Servo write pin-i kopyalayırıq, yenə 0 yazırıq. Və yenə show ikonunu götürüb basic-dən x yazırıq. Çox yaxşı.